şiə gəlbəzmə əzaya, səni səsləyir Hüseyn. Matəm-i al-i əbaya, səni səsləyir Hüseyn. آقای دکتر نیکو خسرت، جالب برنامه‌مızı bir dənə təzəssüm ya təxəyyüllə başlayaq. Gedək 1370-80 il bundan qabağa, əyyam-ı Muharrem salı 61 hicri qəməri. Bir tərəf İmam Hüseyn əleyhissalam qəlil və əndək yavərləri ilə və bir tərəf suhuf mütəəddid düşmən ki, səhv tərkiblər İmam Hüseyn əleyhissalamın qabağında. Rivayətdə deyiblər 72 nəfər fəqət yavəri var idi İmam Hüseyn əleyhissalamın. O 72 nəfərin nə xasiyyəti var idi? Öyüncü camiədə bunların ürəklərində, qəlbində, məğzində nə keçirdi ki, İmam Hüseyn əleyhissalamın yanında durdular? عمیق سوالان که مطرح edədiniz. Əgər bu tədat cavabıca olsaydı, şübhə bərəngiz olardı. Yəni bu nisbət o əldə və bu əldə cavabıca olsaydı. برای اینکه o elitdə, o seçilmişlər o münhənin ya bu axırında dayanırlar. Hər 100 nəfərdən 1 nəfər, hər 1000 nəfərdən 3 nəfər. Bəs tədat 72 nəfər məntiq idi. Və cərəyə bu cür oluydu. Çünki hər adam en az seyri nasirəni təşxis versin. Və hər adama da nəsib olmaz. افرادی که او جایرات dayanıblar, şansı dəydi, ittifaqı dəydi, məhsuliyyəti əxlaqı da qərar tapdılar. Bunlar o cür pərvəriş tapıblar, tərbiyyət tapıblar, təcrübələr var idi. Və vaxtı ki, haqqı görürlər, ələ-rəğm ki, batil də onları ötürmür, hər ləhzə ehtimal var. Fişar gətirir ki, təsminlərini qeysinlər və gəlsinlər, bu bizi 10.000 nəfərin kənarında olsunlar. Yəni, bunlar o vərzidə və tamamən insan idilər, çeliyə bildilər, dayansınlar. Və bu təcəssüm kamil insaniyyət ki, mütəcəlli şudəsi Həzrət İmam Hüseyndə vardı, onu təşxis verdilər və istəyiblər özləri kəsbi tərif eləsinlər İmam Hüseyndən. Yəni, bilirdilər onu söyləyəcəklər. Yəni, bizi deyiblər, biz istəyirək bu məqama yetişək. Bu əsli tərin məsiri həyatda dayanaq. Və şayət olan tək bir təkinə hər nə ələ versəydiniz, qəbul eləməzdilər. Bu ləhsədən ötür və hər hal amadə idilər hamımız. Mən nəzərəm budur ki, həmişə bu zindگیانımızda, ittifaqat rozmərrəmizdə dərhal təkrardır. Hər gün biz xeyr o şərrin intixabında qərar tapırıq. Hər gün o vəsvəsələr vardır bizə. Və müntəha روز عاشورا، مکان کربلا، تجلی کامل o داستاند. Ona görə elə bu cür ilham bəxşidir o gün, o ləhzələr. Biz də səy edirik hər il o günü tazalıyıq. Yəni bu taymalarda, bu zamanlarda bəhanədir yadavər edirik ki, o vijigilər ki, orada görsənibdir. Onları özümüzdə mürur edirik. Biz gələn olgu götürək o 72 nəfərdən. Hazreti İmam Hüseyndən olgu, عنوان bir daha usturə, özümüzü şəbahət, yaxınladıq.
O gün bizə bir daha feleşdi, bir daha məsiri görsədi, bir daha yoxdur. Bir daha yerlər təcmi eləsin, yəni bir teydad, neçə milyon nəfərə tələngordur. Hərdən bir 5 dərəcə, hətta o məsiri təkrar eləməklə, mürur eləməklə, yada salmaqla məsir gedir, o feleşə tərəf çəndərək fərmanı məsir izinə gəlməyimiz. Mənim indiki bu vəziyyətimdə bilmirəm, deyəmələm mən rahat gedərdim, dayanardım 72 nəfər. Şayət qaçaydım, gizlənəydim. Şayət də təşxisim düz olmayaydı. Həmişə biz dua elərik ki, imtahanatımızda səbəq olsun Allah'a. Bəli, mən dua edirəm ki, imtahanatı çətinləşsin, məni də qəbul etsin. Hətta mən bir müddət duam bu idi ki, müşkülatımı 1 milyon bərabər edə Allah. Bu birdən özüm zirəkanə dua idi də. Bəray budur ki, yəni o həddə də məni qəbul etdi. Və oradakı dayanmışlar, orada əyarlar bilindi. 72 nəfər Vaqiə Aşurada məhəkə çəkildilər. Yəni bildilər ki, kim hansı əyardadır və onlar şayət Beşniyazda yox idi İmam Hüseyin əyara çəkilsin. Öz əyarını bilirdi. Yəni gəldi bir dana bir rəviş, səbk, baxış, hərəkəti, şəhaməti, düzlüğü ovucunda təsvirə çəkdi. Və burada sərçişməyin bu hamısı eşqdir. Dastan-ı Kərbəla, dastan eşq در təcəlliyə kamildir. Aydın Xoslət, istəyirəm bir zərə söhbətinizdə qeydəm dəliyə cəsarət edirəm. Duaz müstəcab olubdur. Xudavənd Mütəalın dərgahında siz çətin tər imtahanlar istəyirdiniz. Duaz müstəcab olubdur. İmam Hüseyin əleyhissalamın sepahındasınız. Əvvəl imtahandan sərəfrazlığına qəbul olmusunuz. 10 Muharrem 62 Hicri qəməridir. İmam Hüseyin əleyhissalam sizi səslir. Ehtimalən tici adından xitab edir. Ağa Səid, müxəyyərsüz. Harda ki istəyirsiniz, nə şəkildə ki istəyirsiniz, bu qoğada, bu qiyamət əhvalda mənə istəsən nəzür köməklik eləyəsən. Cavabınız nə mənədir İmam Hüseyin əleyhissalama? Siz əgər o sözü buyursalar, lütfüdəndir. Lütf eləyirlər, dərxastı kömək eləyirlər. Çünki biz köməyə niyazımız var. Yəni o icazə verirsə bizə köməklikdir, inayət. Şayət biraz ondan neçə dərəcədə buna baxmaq ola bilərdi. Biri məsələn az bədə hadisədə düşdük, bərfərs bu qəziyyə. Biri deyir ki, bərfərs, məsələn, cavan mərdılıqdır, mən dayanım Həzrət İmam Hüseyin kənarında. Və bu güzəştə isar edeyim. Daha ki, biri əslində isar görmür, əsas edir ki, bəhətər bəxşişdir, nemətdir. Bu ləhzədə qərar tapmaq, sərşar az bərəkətdir, inayətdir. İntixab şuda oldu. Dərhal irtiqadır. Və bu babətdən, yəni, fəqət qədri danını və təşəkkürdən sonra ayrıca ola bilməz. Bütün dünyayı fizikidə danışır. O cürdən ki, məsələn, qol kəsilir, ağrısı yoxdur. Məsələn, baladan ayrılmağın ağrısı yoxdur. Bunlar dər ovucunda vardır. Bəli, o qədər fərqdə ruh qəlidir ki, cismi kontrol edir, əmyanın kontrol edir. İstədiklərin kamilən oturduğu yerində. Əhli şeirsüz. Bilirəm ki, siz əhli şeirsüz və bu mövzuda özünüz də əl aparasınız qələmə və əhli zövqsüz. Muharrem
bizlərə ədindir bir seri əşarla, bir seri əbiyyatla ya bir seri nohələrlə. Ay doktor Niko Xislət, Məhərrəm gələndə hansı şeir zehninizdə dolanar? Ya hansı nohə zehninizdə dolanar? Bəzən olar ki, xatirəmizdə vardı, şayət ola bilər. Bila istisna o şeir bir fora Farsi Türkçe yadıma, Türkçe Farsisi. Rindان تشنه لب را آبی نمی‌دهد کس گویا ولی شناسان رفتند از این ولایت در زلف چون کمندش ای دل مپیچ کانجا سرها بریده بینی بی جرم و بی جنایت. حضرت حافظ'dan تجلی tapar zihnimde ve şiirler ki bu sahne lehze aşura oturandan sonra Hazreti Zeynep'in nakşına mərbutdur ki duruya aslına gəlir ve risaleti ağırlaşır ve o əzəmətli xanımın saatində görsənir. Bunlar mənim çox təsir qaldı. Götür. Bizim zəbtimizin də buradan qutulur. Siz dəftərdən xaric olursunuz, ehtimalən bərə istirahət təşrif aparırsınız evə və evdə, xanvadədə bu cür deyirlər biləcək ki, otaqda bir qonaq var, gəlib sizi görməyə və otaqda sizi gözlür. Gedirsiniz otağa və İmam Hüseyn əleyhissalam sizə müntəzirdir otaqda. Nə mənə danışırsınız İmam Hüseyn əleyhissalamla o ləhzə? موقعیت rozpoczęłam будучи İmam Hüseyin hayırdadır. Her derse vardı. Bizim mahvaradamızdaydı. Girenlerimizden kurum. Ve İmam zamanında kaldı. Olabilmez. Olmuyor. Çok adam İmam Hüseyin'i yakından gördü. Hatta o şey başını kəsibdi, yaxından görüb bəzən kəsib. Bəs fiziki də görməm İmam Hüseyin'i. Şayət biz İmam zamanında gündə məsələn ayda bir şey yaxın görürük. Bir yeri görürük. Böyle təşxis verilir. Ümidvarım əgər o dəqiqə alanda, o dəqiqələrdə mən amalı olam. Yəni mən pəzirə olam. Yəni zərfiyyətim o uğuyan müstəmətlərə üç peymanıdır. Yəni bir qətrədən, bir qətrə. Düzdür elə bir qətrədə bizi xulusa yetirər. Vəli nə qədər biz bişlər, dəryafdığımız bişlər olsa beylər.